Bulaq dədənin söz boğçasından lətifə payı. Bir kasıb kişi kəbin kəstirmək üçün qazının yanına gedir və özü ilə bir kasa yağ aparır. Qazı yağa baxıb deyir: "Ay kişi, heç bir kasa yağa da kəbin kəsərlər? Mən kəbini bir bardaq yağa kəsirəm." Biçarə kişi bir bardaq yağı hardan düzəldəcəyini fikirləşə-fikirləşə evinə qayıdır. Evlənmək istədiyi qadın ona deyir: "A kişi, ürəyini sıxma. Bir bardaq tap, boğazına can qum ilə doldur. Kasadakı qabı da qumun üstünə töküb ağzını bağla. Apar ver qazıya. De ki, borc xərclə düzəldib gətirdim." Kişi arvad deyən kimi eləyib bardağı qazıya aparır. Qazı deyir: Bu başqa məsələ. İndi işin düzəldi." Və tez kəbini kəsib kağızını kişiyə verir. Qazı bardağı evə gətirib arvadına deyir ki, yağı əritsin. Arvad bardağı qazana boşaldanda yağın altındakı qum tökülür. Qazı aldadıldığını başa düşür və kişiyə xəbər göndərir ki, kəbin kağızını gətirsin, onda bir balaca əngəl var, düzəldim. Kişi qazının adamına deyir: "Get qazıya de ki, əngəl kəbin kağızında yox, bardaqdadır. Gələn dəfə özüm düzəldərəm."